çevrilmiş olan karmik numerologiya haqqında danışacağıq. Karmik numeroloq və enerji terapisti Nəcməddin Fərzalıyev. Xoş gəlmişsiniz. Çox sağ olun. Sabahınız xeyir, gününüz uğurlu olsun. Sabahınız xeyir. Necəsiz? Təşəkkür edirik, yaxşıyıq. Necədir? Yaxşı, çox sağ olun. Bu cür gözəl ifadan sonra necə olmaq olur? Gözəl ifa, yenə də numerologiya gedəcəm. Əhməd bəyin adında 5, soyadında 4 rəqəmi var. Hərf olaraq. Bir ilkin hərf sayına numerologiya. Əhməd 5 hərf, okey. Mustafayev? Yox, 5 hərf deyil. Ə hərfinin 5-ci numeroloji qarşılığı var. Bu insan həyatını yalnız örnək olmaq üçün çalışacaqdır. Baxın, rəqəm danışır özü. İfa edərkən səsləndirdiyi cümlələrə baxıram, rəqəmin özünün rəqəmlər artıq onu ifadə edir. 4 isə nədir? Qanun qaydadan çıxmamaq. Bu insan qanun qaydadan çıxmaq istəmir. Standart həyat təcrübəsi seçib özünə və insanlara örnək üçün danışır. Baxın, necə gözəl cümlələrdən istifadə elədi, uşaqlara örnək. Baxın, 8 ümumiyyətlə həyat standartıdır. Bu il bizim üçün 8-ci ildəyik. Yəni, hər kəsin karmasının 2 qat gəldiyi dövrdəyik. Baxın, o insanın çıxışı... Görürsən, bu il niyə 8 olur? Bütün ilin rəqəmlərini toplayanda 8... 2025, 9-uq bu il. Yox, 8 rəqəmi bilirsiniz, karma. Karma rəqəmi hər bir insanın həyatında karmik rəqəmdir. İlin ümumi statistikası 9-dur. 8 və 9 karma sayıldığı üçün bu insanın həyatındakı gedişatına baxırıq, artıq örnək olaraq başlayır çıxışına və həmən baxırıq numerologiyaya ki, ad soyaddakı baş hərf hansı hərfdir? Baxırıq ki, insanda zaten 9. Bu ildən üst-üstə gəldi. 5, 4, 9. Deməli, bu insan artıq bu il tamamlanacaq. Əslində, bizim analarımızın, atalarımızın dönəmində, yəni 60-larda, 1950-ci illərdə daha çox bu cür hallar baş verdi. Yəni, doğum tarixi əslində başqadır, amma başqa tarix qeyd olunur. Məndə də elə bir şey var. İnsan ikili həyat yaşayır. Baxın, təsvir edin ki... Yəni, bu müsbət bir şeydir, mənfi bir şeydir. Belə bir şey deyim ki, müsbət mənfi dediyimiz karmik numerologiya niyə var? İnsan keçmişdən gətirdiyi karmalarla danışır. Baxın, deyirsiniz ki, bu ilin toplamı 9-dur, elə deyilmi? Siz neçənci ayda doğulmusunuz? 4-cü. Deməli, artıq siz 8-i keçib 9-a keçmişsiniz. Məsələn, iyul ayından sonra ad günü qeyd olunanlar hələ 8-ci rəqəmdədir. Baxın, ona görə 8 və 9-u. İnsan 8-i də 9-u da bu il mükəmməl yaşayır. Örnəklik qabiliyyətidir. Çox maraqlı və qeyri-adi yanaşmalardır həqiqətən. Numerologiya son... Mənə də hər zaman maraqlı gəlir.